zəncirlərini qoydum ayağa. Evlilik, yəni heç kəsin xətrinə deyməsin. Evlilik kişiyə qətiyyən lazım olan bir şey deyil. Kişilər sadəcə həyatlarında böyük bir səhv edirlər evləndikdə. İmkanlı insanlar var, onlar evlənirlər ki, onların nəsli, yəni davamçıları olsun. O yüzden də onlar evlənirlər övlada görə, sırf övlad olsun deyə evlənirlər. Amma mən məsəl üçün belə baxıram, ayına və 500 manat qazana bilməyən, cibinə yəni ki, özünə şalvar ala bilməyən insanlar var. Yerə evlənirlər. Yəni nə vacibdir? Hansı gün və evlənirsən? Nə üçün evlənirsən? Nə var evlilikdə? Nə görmüsən? Kim sənə deyib ki, evlənəndə yaxşı olur? O fikir necə formalaşıb insanlarda? Evlənirsən yaxşı olur. Dayanıb durduğu yerdə sadəcə olaraq öz başına problem açırsan. Övladların və arvadın kişiyə nə xeyri var? Evlənəndə diqqətlə düşünün. Diqqətlə düşünün ki, siz o ailəni saxlaya biləcəksiniz ya yox. Ailə böyük bir məsuliyyətdir. Sən məsəl üçün özünə ayına bir 200 manat xərcləyib rahat yaşayırdınsa, sən indi 2000 manat xərcləyəcəksən, yenə də narahat yaşayacaqsın. Başa düşürsən? Yəni ki, onların tələbələri çoxdur, bitmir. Sən onlara başa sala bilməyəcəksən. Sən yoldaşı evdə başa sala bilməyəcəksən ki, dırnaq rəyləmi boş söhbətdir, eləmə, mənə lazım deyil. Makyaj zat boş söhbətdir, saçı belə elədim, boş söhbət. Oyuncaq oynayırlar. Başa düşürsən? O nə elə, bu nə elə, bunu istəyirəm, onu istəyirəm, onu istəyirəm, bunu istəyirəm. Sən ancaq paxat edəcəksən, başa düşürsən? Ancaq qazan gətir ver evə, qazan gətir ver evə. O belədir. Ailə həyatı budur kişilər üçün. Bir kəlmə, bir dəfə özün üçün istirahətə getmək istəyirsən, onu da burnundan gətirəcəklər. Başa düşürsən? Bu budur. Yəni evlənməyin ay kişi, evlənməyin, vallahi evlənməyin.